Oxuyub bitirdikdən sonra əsla unuda bilməyəcəyiniz distopik ədəbiyyatın klassiklərindən biri. Bu bir şah əsərdir. Hər kəsin oxumalı olduğu əbədi yaşar klassika. Bugün sizə Ray Bradbury'nin məşhur Fahrenheit 451 kitabı haqqında məlumat vermək istəyirəm. Çox maraqlıdır ki, müəllif bu kitabı 1953-cü ildə yazıb. Yəni bundan 73 il əvvəl. Amma bu kitabda gedən hadisələr, bu kitabın mövzusu, əsas verdiyi mesaj hardasa günümüzlə də səsləşir. Bugün də biz, xüsusən də bu süni intellektin inkişaf etdiyi bir dönəmdə, hətta süni intellektin ən öndə gedən nümayəndələrinin belə car çəkdiyi, bunun gələcəkdə böyük təhlükələrə, insanlar üçün problemlər yaratma ehtimalının olduğu düşünüldüyü bir zamanda bu kitab öz aktuallığını daha da qabardır deyə düşünürəm. Çox maraqlıdır ki, Ray Bradbury öz fantastik əsərləri ilə məşhurdur və bu kitabında da o bizim bugün işlətdiyimiz, həyatımızın bir parçasına çevrilən qulaqlıqlardan bəhs edir. Əsərin baş qəhrəmanı Montekdir. Montek kitabların qadağan olunduğu, nəinki oxumağın, hətta onu evdə saxlamağın belə cinayət hesab olunduğu bir cəmiyyətdə yaşayır və həmin kitabları yandıran insanlar var. Yanğın söndürənlərdirlər adları, amma onlar yanğın söndürməklə yox, əksinə kitabların olduğu evləri yandırmaqla məşğuldurlar və Montek də bu dəstənin üzvlərindən biridir. Ta ki o yeniyetmə bir qızla, Clarice'lə rastlaşana qədər. Clarice ona bir sual verir. Siz xoşbəxtsinizmi? Bu sual onun beynində sanki bir kirpiyə dönür, onun beynini qıcıqlandırır və o öz günlük rutinini, o avtomatikləşmiş həyatını sorğulamağa başlayır. Və o evə gedir, onun gündəlik həyatı evə getmək, yoldaşla biraz söhbətləşmək, yatmaq, səhər yenidən işə getməkdən ibarət olur. Daha sonra qız ona soruşur ki, siz heç səmaya baxdınızmı? Aya tamaşa etdinizmi? Siz xəzəli qoxlamısınızmı? Siz yağışın dadına baxmısınızmı? Bu suallar bunu çox təəccübləndirir. Və onun xanımı orada göstərilir ki, ancaq qulağında balıq qulağına oxşayan xüsusi alətlərlə mahnı dinləyir. Yəni əslində bu günümüzdəki qulaqlıqlara bir işarədir. Və orada divarlarda olan monitorlar və sair bu günümüzdəki canlı yayım, insanların bütün gün canlı yayım önündə, reelslər önündə qalması çox maraqlı temalar var və bu kitab belə davam edir və Montek öz səhvini başa düşür, doğru eləmədiyini anlayır və o yanğın söndürənlərə qarşı çıxmağa başlayır. Mən kitabı tam danışmaq istəmirəm təbii ki. Daha sonra gelir fərqli bir insanlarla tanış olur. Hansı ki artıq o insanlar bu kitabların yandığı, kitabların məhv edildiyi, kitabı nəinki oxumağın, saxlamağın belə cinayət olduğu bir dövrdə çıxış yol tapan insanlarla tanış olur ki, kitabın əslində elə kulminasiya nöqtəsi də həmin hissələrdir. Orada insanlar kitabları necə qoruyub saxlamağın artıq yollarını, gələcək nəsilləri necə ötürməyin yollarını tapırlar. Və düşünürəm ki, Ray Bradbury'nin 1953-cü ildə yazdığı, 33 yaşında yazdığı və ona şöhrət qazandıran Fahrenheit 451 kitabı sizin ömür boyu oxuyacağınız bəlkə də 100 kitab olacaqdırsa, onlardan birisidir. Siz George Orwell'in 1984, Heyvan Ferması kimi əsərləri oxumusunuzsa, bəyənirsinizsə, ümumiyyətlə həyata fərqli baxışla baxmağa, həyatı, cəmiyyəti, qayda, qanunları biraz da fəlsəfi prizmadan baxıb, onları analiz eləmək, onları sorğu-sual etmək istəyirsinizsə, mütləq Fahrenheit 451 əsəri ilə tanış olun. Hələlik növbəti kitablarda, növbəti videolarda görüşmək ümidilə.